Barış səsi. Şəbistərli möcüz 1252-ci ilin Fərvərdin ayının 9-unda Şəbistərdə tacir bir ailədə dünyaya göz açır. İlk təhsilini Şəbistərdə alır. Cavan çağlarında atasını əldən verdikdən sonra məcburən İstanbula getmişdir. Möcüz 16 il İstanbulda yaşayır. Yeni türk ədəbiyyatından ilham alaraq ilk şeirlərini İstanbulda söyləyir. İstanbul mühiti ona çox təsir edir. Şərq ədəbiyyatını, əsrin siyasi, ictimai mətbuatını həvəslə oxuyur. Nəhayət 1284-də doğma yurduna qayıdır. Vətəninin dalı qalması ilə barışa bilmir. Vətəndaşlarının cəhalətdən qurtulması üçün çox çalışır. O bütün şeirlərində xurafəlik və xalqın geri qalmış düşüncələri ilə sadə dildə mübarizə aparır. Xanımların tərəqqisinə cəhd göstərən möcüz, qızların təhsil almaması, azyaşlı qızların ərə verilməsi kimi məsələlərə tənz şeirləri ilə toxunur və etiraz edir. Cəhalət bəhri bipayandır, qərq eylər sizi axər. O dəryadan gərək elm ilə çıxsın sahilə qızlar. Mürtəzilər tərəfindən çoxlu çətinliklər və təhqirlərlə məruz qalan möcüz, xurafəçilərin müqavimətinə baxmayaraq 1310-da Şəbistərdə birinci dəfə qız məktəbi açır. İran Azərbaycanında ədəbi tənzin payələrini gücləndirən vətənsevər möcüz, ana dilini göz bəbəyi kimi qorumuş və əsərlərini doğma dilinə yazıb, öz dilinə və xalqına ürəkdən bağlı olduğunu sabit etmişdir. Əmrin nədir bu barədə hökm elə ey vətən, olsun fəda qədəmlər və canı millətin. İlahi ildırım göndər cəhalət pərdəsini yandır. Qaranlıqda qalıbdır xalq, bu dünyanı işıqlandır. Şəbistərli möcüz Mirzə Əli Əkbər Sabir məktəbinin görkəmli nümayəndəsi olaraq mən gərək xalqımı Sabir kimi ayıldam deməklə öz yaradıcılığını qabağa sürmüşdü. O, Molla Nəsrəddinin Təbriz sayılarında hamamlarımız və ədəbiyyat başlığı altında şeirlərini dərc etmişdir. Molla Nəsrəddin jurnalından əlavə Azərbaycan, Zəmbur və Tərəqqi qəzetlərində də əsərlərini nəşr etmişdir. Ehtimal var ki, Molla Nəsrəddinin Təbriz nömrələrində Dabanı Çatdaq xala adı ilə çıxmış bir sıra şeirlər də möcüzün yazdığı şeirlər olacaq. Möcüz yaşamının son ilində Riza Şahın dövründə Şahrut şəhrinə sürgün olur. Bir il vətən həsrətinə dözən şair 61 yaşında dünyasını dəyişir və Şahrudun köhnə məzar qəbristanlığında toprağa tapşırılır. İllər sonra 1346-da Şəbistərin böyükbaşları möcüzün cəsədini Şəbistərə gətirmiş. Amma hökumət və mürtəcilərin qorxusundan cəsədi bağların birində gizlicə bastırmışdılar. Möcüz Şəbistərlinin şeirləri birinci dəfə Şeşkilanı Qulam Məhəmmədli tərəfindən Mirzə Əli Möcüz seçilmiş əsərləri adı ilə çap edilmişdir. Onun bir sıra şeirlərdə çap olunmaqdan qabaq ağızdan ağıza gəlib, xalq arasında geniş yayılmışdır. Bizi paylaşın ki, günü-gündən bu yolda sizinlə irəli gedək. Niyə ki, qalarığı olmağımız sizə bağlıdır.